Açın verin, mən sizi buradan görmürəm. Ekranı görürsünüz, səsi eşidirsiniz, səsdə problem var. Nəsə problem varsa sıra səsi açın, bildirin zəhmət olmasa. Deməli, keçən dəfəki dərsdən sonra mən bildim ki, nəsə PO-PM-də nəsə sizdə problem var. Anlayışda biraz belə çətini çəkirsiniz ki, yəni hansıdır. Ona görə mən əlavə elədim ki, biz baxaq PO və PM-in fərqinə. PO nə üçündür, PM nə üçündür? PO product owner'dır. Yəni, məhsulun, ideyanın sahibi, məhsula fokuslanan, nə qururuq deyən, müştəri və biznes ehtiyaclarını təmsil edən, product backlog'u idarə edən, yəni product backlog, hansı ki, şurada mən sizə yaratmışam, vermişəm, onun sahibi PO-dur. Sizə o səhərsi gün deyə bilməz ki, get bunu ora əlavə elə, get bunu bir dənə yaz, get bunun bir dənə description'ını yaz qoy ora. O deyə bilməz. Onun tam məsuliyyəti ondadır. Siz taskı PO-dan istəməlisiniz. Komandanın düzgün işi etdiyinə əmin olur. Qısa desək, məhsulun dəyərinə cavabdehdir. Tələbləri yazır və prioritetləşdirir. Deməli, adam epiklərin, future'ların içini yazmalıdır. Onları prioritetləşdirməlidir. Acceptance kriteriyalarını yazmalıdır. Və bu acceptance kriteriyaları yazarkən siz ona kömək edə bilərsiniz. Amma tələblər ona aid bir şeydir. Yəni, son qərarı o verir. Siz ona kömək edirsiniz, yazmağı bacarmalısınız. Amma son qərarı o verir. Çünki onun məhsuludur. Deməli, project manager isə layihəyə fokuslanır. Necə və nə vaxt eləyirik deyir. Vaxt, büdcə və resursları idarə edir. Riskləri və asılılıqları, dependencies izləyir. Yəni, adam bloker çıxanda, səhərsi gün hansısa bir məhsulda, falan yerdə ilişsə, qırılsa, gedir onu həll edir. Ümumi bir proyektdir də. Yəni, adamın əlində bir dənə kart məhsulu yoxdur. Tam ümumi bir bankın əpidir, ümumi böyük bir layihə var. Planlama və icranı koordinasiya edir, layihənin vaxtında və düzgün tamamlamasına cavabdehdir, layihənin çatdırılmasına cavabdehdir. Əsas fərqi PO deyir nə qururuq, PM deyir necə və nə vaxt eləyirik. Yəni PM-ə hazır gəlir nəyi qurmalı olduğu. PO məhsulun dəyərini fokuslanır, PM isə layihənin icrasına. PO backlogu idarə edir, PM isə plan və timeline'lar. Yəni PM-lər bir Rike adlı bizim Jira kimi Rike var, bir application, bir proqramdır. PM-lər orada işləyir. Orada timeline qururlar, orada baxın belə bir göstərim. Onlar Jira'da işləmirlər. Onlar belə bir timeline'lar, baxın belə bir cədvəllər göstərirlər ki, nə hardadır, niyə ilişib, nə üçün ilişib, onu göstərirlər, ona fokusludular. Yəni, onlar ümumi layihənin gedişatına, baxın, belə bir, bizdə necə ki, Jira var, Jira'dan izləyir PO, PM-lərdə də timeline'ı buradan izləyir. Prosesə fokusludur PM, PO isə müştəri fokusludur. Yəni, adama maraqlıdır ki, müştəriyə dəyəri çatdırmaq. Fəaliyyətlərin üzrə bölmüşəm, responsible, accountable, consultant və informed üzrə. Tələblərin toplanması, buna elicitation dedik də, biz keçən dəfə yadınızdadırsa. Burada product owner, accountable və responsible'dır, project manager, consultant kimi rol oynayır. User story'ndə responsible'dır, digəri isə informed rol oynayır. Gəlin bunları bir dənə də yadınıza salın. Responsible işi icra edəndir, accountable son nəticəyə cavabdehdir, konsultant məsləhət alınandır, informed məlumatlandırılandır. Yəni, işi icra edən var, son nəticədən cavabdeh olan var, məsləhət alınan, yəni adamı orada qoyublar ondan məsləhət alınması üçün. Informedda məlumat verməlisiniz həmin adama. Backlogun idarə olunması accountable həm də responsible'dır. Həm cavabdehdir, həm də işi icra edəndir. Project manager isə sadəcə informeddir. Yəni adama ancaq məlumat verirlər ki, backlogda bunları götürmüşük. O vaxtı ölçür axı, vaxtı ölçmək cəhətindən məcburdur onu bilməyə. Prioritetləşdirmə accountable cavabdehdir PO. Məsləhət alınandır project manager. Niyə görə məsləhət alınandır? Çünki adam özü məsuliyyət daşıyır, necə, nə vaxt icra olunmalıdır. Onun gəlib səhərsi gün vaxtı soruşurlar. Timeline, sprint planningdən responsible cavabdeh şəxs PO-dur.
daha doğrusu işi görən şəxs PO-dur, cavabdeh və həm də responsible PM-dir. Baxın Orxan bəy, keçən dəfə sizdə sual qalmışdı. Bəzi layihə, görürsünüz drop down-la verib də və ya deməkdir də bu. Yəni belə də ola bilər, belə də ola bilər. O sizin layihənizdə nasıldır? Yəni bu belədir deyə bir şey yoxdur Agile-da. Yəni dəyişkəndir. Bizdə Onu deyirəm, o da drop down-landır. Yəni belə də ola bilər, belə də ola bilər. Yəni siz dediniz belə olmalıdır, dedim belə olmalıdır deyə bir şey yoxdur. Yəni belə də ola bilər, belə də ola bilər. Yəni onu qəbullanmaq lazımdır. Timeline və planlama informed PO həm accountable, həm responsible, yəni həm cavabdeh, həm iş görən project managerdir. PO qarışmır planlamaya, timeline-a. Sadəcə ona məlumat verirlər. Risklərin idarə olunmasında məlumat verilən şəxs PO-dur, cavabdeh və işi görən şəxs PM-dir. Yəni riskləri idarə edir, risklər üçün işlər görür. Stakeholder kommunikasiyasında cavabdeh PO-dur birbaşa, işi görən isə PM-dir. Yəni burada PM-lər həm də bizim IT BA-lər kimi də fəaliyyət göstərə bilər. PM anlayışı ümumi anlayışdır. Bugün bizdə IT BA öyrənən səhər hansısa bir şirkətdə PM gedib işləyə bilər. Yəni bu şirkətdən asılı bir şeydir. Bu belədir. Falan yerdə falan kəs cavabdeh falan şeyədirsə, hər şirkət üçün eyni olmaya bilər. Hər şirkət üçün IT BA eyni işi görmür. Yəni fərqli işlər görə bilərlər. Yəni ona görə biz ümumi təlim planında hamısını öyrədirik ki, məsələn mənim burada öyrətdiklərimin tutalım elə yer olar, gedər siz 40%-ni istifadə edərsiniz. Amma siz hamısını bilin ki, səhər oradan çıxıb başqa yerə işə gedəndə tam-tamına, yəni biri var ki, hər şeyi bilmək, bütün A-dan Z-yə, bir də var yarı-yarımçıq bilmək. Amma bildiklərinizə görə onu fərqli yerlərdə istifadə edəcəksiniz. Sonra səhərsi gün işə gedəndə deməyin ki, burada bunu istifadə eləmədik. Eləyə bilərsiniz. Delivery çatdırılmada consultant PO-dur, accountable isə PM-dir. Cavabdeh, yəni çatdırılmadan cavabdeh PM-dir. PO isə məsləhət verəndir burada. Deməli, bunu dedik. Release üçün reisi PO və PM. Baxın, PO accountable-dır. PM isə responsible və ya consultant-dır. Təşkilatdan asılı olaraq, bu yenə də təşkilatdan asılıdır. Yəni, release-dən cavabdeh şəxs PO-dur. İşi görən PM-dir. PO deyir, release-də çıxmalıyıq, ya yox qərarını verir. Biznes dəyərinə və reading isə cavabdehdir. Yəni, son söz PO-dadır. Release-də çıxmaqda. PM isə responsible-dır. Planını qurur, icra elətdirir. Yəni, release-də çıxanda kimlərə xəbər verməliyik, koordinasiya eləyir, prosesi çatdırır. Yəni, iş görəndir. Responsible iş görən tərəf deməkdir. Accountable cavabdeh deməkdir. Yəni, məsuliyyəti alan. Baxın, planlama yanaşmasında nə etdik biz? Ümumi indiyə qədər keçdiyimiz planlama yanaşması idi. Hansı metodologiya tətbiq olunacaq seçdik? Yəni, layihədə seçdik ki, planlamada Agile, yoxsa Waterfall tətbiq olunacaq. İşlər sprintlər üzrə planlanacaq. Yəni, planlamada bunun qərarını aldıq. Hər sprint üçün planning, daily stand-up, review və retrospective mərhələləri keçiriləcək. Bu 4 dənə planning, daily stand-up, review və retrospective Agile-ın seremoniyalarıdır. Seremoniyalar nələrdir? Yəni siz Agile-da səhərsi bir gün işlədiyiniz şirkətdə bu seremoniyaları eləyəcəksiniz, planlaşdıracaqsınız, hər gün saat 10-da görüşəcəksiniz 2 həftə ərzində. 2 həftənin sonunda verdiyiniz dəyəri stakeholderlərlə görüşüb onlara təqdim eləyəcəksiniz və 2 həftənin sonunda nə yaxşı getdi, nə pis getdi və nə daha yaxşı ola bilər deyə retrospektiv adlı görüş keçirdəcəksiniz. Prioritetlər biznes dəyərinə əsasən davamlı olaraq yenilənəcək. Yəni, hər bir dənə prioriteti tutub getməyəcəksiniz. Bugün bu epik prioritetdə tutalım sizə Q, yəni 3 aylıq periodda işlər veriləcək, 10 dənə task veriləcək. Bu sprint tutalım birinci epik prioritetdədirsə, ikinci sprint sizdən prioritetdən düşə bilər, digər epik prioritetə qalxa bilər. Prioritet və bu anlayışlar sizə biraz mürəkkəb gələ bilər. Gəlin belə deyim, Q 3 aylıq bir perioddur. 3 aylıq periodda hərəsi 2 həftə olmaqla cəmi bizim 6 sprintimiz var. Düzdür, bura qədər anladındır. Yəni Q 3 ay deməkdir. Hər Q başlayır yanvar, fevral, mart. Və o Q ərzində sizin 6 dənə sprintiniz var. Çünki hər sprint 2 həftədir. Aydındır?
Sual var burada? Yoxdur. Rübdür. Yanvar, fevral, mart. 3 aylıq bir rübdə epiklər götürürsünüz. Tutalım 5 dənə epik götürmüsünüz. Bu 5 dənə epikdən bu sprint, yəni yanvarın tutalım 1-dən 14-ünə bir sprintdir. Onda hansısa bir epik prioritet ola bilər, sonra düşə bilər. Bunu normal qarşılamalısınız. Planlama yanaşması, tələblər necə idarə olunacaq? Bunu biz keçdik. Requirements management, yəni tələbi necə idarə eləməliyik? Tələb user story formatında yazılmalıdır. Bütün tələblər product backlogda saxlanılmalıdır. Yəni sizə şifahi gəlib nəsə iş tapşırmasınlar. Tələb edin ki, task formatında sizə gəlib desinlər istəkləri. PO task formatında öz istəyini sizə çatdırmalıdır. Tapşırıq formatında. Prioritetləşdirmə product owner tərəfindən aparılacaq. Dəyişikliklər change management prosesi ilə idarə olunacaq. Change management kimin yadındadır? Keçən dəfə danışmışdıq. Nədir? Kimsə demək istəyir? Change management. Dəyişikliyin idarə edilməsi. Ay, sağ olun. Dəyişikliklər necə? Waterflow yanaşmasında istifadə olunurdu. Əla. Çünki change management böyük bir anlayışdır. Waterfall'da başdan sona dedik, 6 aylıq bir sürəcə girirlər. Adamlar məsuliyyətin altına girirlər. Gedirlər, tutalım ki, bir dənə layihə alırlar. Açıq hərracı deyirlər də. Yəni orada açıq arttırma ilə bir layihə çıxır, tutaq ki, onu alırlar. Başlayırlar idarə eləməyə. Kompüter zəhmət olmasa çəkim biraz belə eləyim. Alırlar və burada dəyişiklik önəmli rol daşıyır. Onlar üçün ciddidir dəyişiklik. Dəyişiklik ortaya çıxan kimi, tam 3-cü ayda çıxsa ki, filan dəyişiklik, onlar məcburdular change management prosesi qursunlar. Change managementin daxilində nə var? Risklər, daha sonra prioritetləşmə və s. Riski göz önünə gətirmək ki, bunun riski nə olacaq? Amma agile elə deyil. Dəyişiklik gələn kimi, əgər müştəri bunu istəyirsə, bunu eləyirik. Agile'ın Waterfall'dan əsas fərqlərindən biri də budur. Acceptance criteria given when then ilə dəqiqlik təmin olunacaq. Tələblərimiz belə idarə olunur. Baxın, mən sizə acceptance criteria'nı niyə yazdırıram? Əliniz öyrəşsin. Səhər, məsələn, 100, çünki bir nəfərlə işləməyəcəksiniz də, siz 10-15 nəfərlə işləyəcəksiniz. Hərəsinin ağzından bir söz çıxacaq. Necə idarə edəcəksiniz bunları? Necə biləcəksiniz ki, hansını eləmək lazımdır? Adamın başı qarışır sırası. Ona görə taskla yazılı şəkildə bunu istəyəcəksiniz. Deyəcəksiniz ki, hə, bunu mənə yazılı ver, oxuyum, tətbiq edim. Kommunikasiya necə təşkil olunacaq komanda arasında planlama yanaşmasında? Gündəlik hər gün görüşəcəksiniz komanda ilə bir yerdə. Saat, məsələn, neçədəsə bir saat ayarlayacaqsınız. Həmin saat daxilində görüşəcəksiniz. Bu daily adlanır. Daily də komandanın texniki timi ilə biznes timi arasında körpü olan bu IT-BA-lər, PO və PO qatılmaya da bilər. Əsas dev team. Dev team bir yerdə toplaşır və hər birinə biri-birinə status update verirlər ki, mən falan yerdəyəm, mənim falan yerdə blokerim var. Həftəlik və ya sprint sonu status meetingləri olur. Buna review deyirlər. Yəni, nə dəyər qatmışsınız onu deyirsiniz. Əsas kommunikasiya alətləri Slack-də, Teams-də, e-mail-də stakeholderlarla müntəzəm demo review sessiyalar keçirəcək. Səhər bir gün yenə deyirəm, hansısa bir şirkətdə işə başlaya bilərsiniz, IT-BA olaraq. Sizin stakeholderlarla müntəzəm görüş istəyiniz sizi daha yaxşı göstərir, daha belə statuslu göstərir. Siz işinizi bilir kimi olursunuz. Çünki stakeholder vacib bir məqamdır. Stakeholderlə bəzən PO-lar stakeholderları skip eləyirlər, yəni keçirlər, ötürürlər də. Amma bu belə olmaz. Stakeholderlə müntəzəm siz görüş tələb eləməlisiniz ki, IPO, stakeholderlə görüş görək, biz eyni dalğadamıyıq. Çünki bizim sifarişimiz odur. Dedik, Agile nədir? Agile metodu məsələlərə iterativ yanaşmadır. Layihəmizi tam olaraq yox, hissə-hissə uğurla tətbiq etməyimizdir. Bunun üstünlükləri nələrdir? Agile metodunda müştərilərin istəklərinin dəyişməsini nəzərə almaq olur. Agile layihə idarə etməsi üçün çevikdir və tələblərə rahat uyğunlaşır. Waterfall kimi deyil də, Waterfallda bir dənə dəyişiklik oldu, change management istəyirlər. Belə ki, burada əvvəldən A-dan Z-yə kimi bütün məhsulu planlaşdırmaq lazım olmur. Bütün komanda bir məqsədə sub-layihəyə fokuslanaraq bütün layihəni düşünmürlər. Yəni, adamlar kiçik-kiçik hissələrə bölüb işləyə bilirlər.
Deməli, Waterfall'un mobile application'da olan simulyasiyasına baxacağıq indi. Biz stakeholderlardan bütün tələbləri və prioriteti yığdıqdan sonra mobile app develop etməyə başlayırıq. Məsələn, Waterfall'da belə bir nümunəmiz var. Götürürük, nə edirik? A-dan Z-yə bütün layihəni planlaşdırmalıyıq. Plan edirik, düzdürmü? Sonra nə etməliyik? Bütün məhsulu develop etməliyik. Yəni A-dan Z-yə, başdan axıra. Məsələn, bir bank application-ı, bunun müştəri giriş səhifəsidir, transaksiyalar səhifəsidir, payment səhifəsidir. Hamısını eləməliyik. Məcburuq. Waterfall bunu tələb edir. Sonra bütün məhsulu validate eləməliyik. Validate nədir? Yoxlamalıyıq. Test eləməliyik. Axırda bir final produkt çıxır layihəyə. Yəni belə daha mı aydın oldu mu sizə Waterfall nə edir? Götürür A-dan Z-yə, planlaşdırır, develop eləyir, validate eləyir, sonra çıxardır final layihəni. Prosesli dəyişikliklər üçün yer qoymuruq. Bütün məhsul tam hazır olanda müştəriyə təqdim edir. Ən riskli məsələ ortaya çıxır ki, görəsən məhsulumuz müştərinin istəyinə tam cavab vermir. Çünki 6 aya çox şey baş veribdir. Dəyişib müştərinin istəyi. Əgər isə biz stakeholderlərdən bütün tələbləri prioritetə yığdıqdan sonra mobile app develop etməyə başlayırıq. Yəni prosesləri sub hissələrə bölürük. Yəni bu nə deməkdir? Keçən dəfə bax epiklərə bölmüşük biz. Biz Agile-la işləmişik də. Epic-ə bölmüşük. Yazmışıq birinci qeydiyyat səhifəsi, sonra daxil olma, ana səhifə, köçürmələr, payment ödənişlər. Məsələn, bölüb işləmişik. Bəli. Başlayalım. Burada expression, sign-in, homepage. Bunlar Epic'dir yoxsa Future? Bunlar ayrı-ayrı epiklərdir. Bir tətbiqin içində bir neçə Epic olur. Bəli. Mən bildim tətbiqin özü Epic'dir. Yox, tətbiqin içində epiklər olur. Epikin içində də future'lar olur. Məsələn, registration'ın future'ı bayaq dedik də biz email-la planlaşma. Registration'ın qeydiyyatdır da, düzdür? Birinci qeydiyyatdan keçmə. Onun özünün future'ları var idi. Yadınızdadır, login, qeydiyyat yazmışdıq Epic'də. Daxil Mən olma. bildim tətbiqin özü bir Epic'dir. Bundan hansı? Epic şeydir. Autentifikasiya məsəl üçün. Daxil olma. Epic'dir. Traditional Waterfall. Ənənəvi layihə idarə etməsində bu çox sadədir. Çünki bölgüləmək lazım deyil idi. Təsəvvür edək ki, komandamız bir ay çərçivəsində birinci sub-proyekt olan registration hissəsini bitirməlidir, düzdürmü? Götürür, işləyir, bitirir, düzdür. Burada bir problem olmur. Bir aya registration və sign-ini təhvil verir. Registration, giriş və qeydiyyatı. Deyək ki, ilk baxışdan logo xoşlarına gəlmir. Düzdür, biz Agile-dayıq. Şirkətin logosu dəyişdi də bir ay içində. Məsələn, əvvəl Kapital Bank idi, indi bir bankdır, düzdürmü? Test dəyişə bilirik, düzdür. Çünki biz məhsul tam verməmişik deyə dəyişiklik eləməyimiz bizim üçün çox asandır. Sonra isə homepage və transfer hissələrini hazırlayırıq, logoya dəyişiklik edirik, məhsulu təhvil veririk, müştəri artıq nəticədən məmnun qalır. Bundan sonra müştərimiz qərarı alır ki, mobil tətbiqin ilk versiyasını öz istifadəçilərinin istifadəsinə versin, tam prosesi gözləməsin. Və müştərilər işlətdikdən sonra qərara gəlir ki, payment hissədən yalnız kommunal etsin, çünki ona tələbat çoxdur. Yəni biz paymentdə çox şey qoya bilərik. Bank kartlarına ödəniş, sonra kommunal ödənişlər, mobil ödənişlər. Biz hələ bunları verməmişik, hələ müştəriyə əpi vermişik də, demişik ki, işlət, bizə geri dönərsən. O da deyir ki, paymentdə ən çox kommunal lazımdır mənə, birinci onu qoy. Sonra görürük ki, klassik metodu ilə təhvil verilən mobil tətbiq Agile metodu ilə təhvil veriləndən tamamilə fərqli olur. Klassik metodda bu səbəbdən çox funksiyonallıqlar yararsız olur. Orada hər şey qoyub, çünki heç bilmirik müştəri nəyi istifadə edəcək, nəyi yox. Agile isə müştəri prosesə cəlb olur və onun fikri önəm daşıyır. Çünki istifadə edən odur. Agile-da məhsulun minimum istifadə edilə bilən tələblər ilə istifadəyə hazır olurlar. Minimum istifadə edilə bilən tələblər MVP adlanır. Minimum Viable Product, MVP Advantages. Yəni, Agile fəlsəfəsi bizə MVP adlı bir termin gətirdi ki, bunu tez-tez eşidəcəksiniz. Gəlin MVP verək, filan funksiyonallığı görək, müştəri nəyə reaksiya verir, onun üstündən qoyarıq digər məsələləri. Məhsulun son müştəri, end user tərəfindən tez bir zamanda testləşdirə bilinir. Gələcəyimiz istiqamət daha dəqiq müəyyənləşdiririk. Demirəm, amma qırıq bir pult verin.
adama işləyən sadəcə düyməsi az olan pult verin. Əlində tutsun, baxsın, işlətsin, görək daha nə lazımdır? Lazımlılığa görə əlavə eləyək də bu düymələri. Və bu da məşhur Agile gətirdi, ortaya çıxartdı. Burada qeyri-adi bir məsələ yoxdur. Komandalar davamlı inkişafa və dəyişikliklə uyğunlaşır. Hər bir yeni iterasiya, iterasiya dediyim sprint, yəni iterasiya bölgü deməkdir. Daha yaxşı istiqamətlənməsi üçün bir şansdır. Yəni hər sprint biz təzə bir düymə əlavə eləyəcəyik pultumuza. Keçdik artıq yeni bir bölümə, tələblərin yığılması və analiz edilməsi. Baxın, neynədik? Tələblərimizə high level baxdıq, stakeholderlərimiz okey verdi. Sonra planlaşdırdıq ki, işləri hansı ardıcıllıqla eləyirik. Sonra seçdik, agile-la işləyirik, waterfall-la işləyirik, yoxsa hibrid işləyirik. High level tələbləri dəqiqləşdirdik bu elicitation-da. Dokument analizi elədik, ondan sonra getdik stakeholderlərlə konkret nə iş görmədik, aldıq. Vəsə, başlayırıq analizdə. Elicitation stakeholderlərdən və digər mənbələrdən məlumatların əldə edilməsi fəaliyyətidir. ITBA-in işi elicitation-la başlayır. Gedir dokumentləri analiz eləyir. Dokumentlər dediyim, məsələn, kreditləşdirmə şərtləri. Tutalım, bu da bir dokumentdir. Gedəcək, onu oxuyacaq. Kartların tarifləri, onu oxuyacaq. Yəni, nə lazımsa gedir, sənədini baxıb, oxuyub, araşdıracaq. Sonra observation, gedirik, müşahidə edirik. 10 dənə filialda işçi var, gedib otururuq yanlarında, müşahidə edirik ki, bunlar necə işləyirlər. Sonra interview, gedirik, oturuq, nə bilim, abeddə, orada, burada, tək-bətək danışırıq. Elicitation və designing proses nə üçün lazımdır? Biznes ehtiyaclarını düzgün anlamaq üçün, stakeholderlərin real gözləntilərini toplamaq üçün, problemin kök səbəbini müəyyən etmək üçün, yanlış və ya natamam tələblərin qarşısını almaq üçün, gələcəkdə dəyişiklik və riskləri azaltmaq üçün. Yəni, elicitation və designing dediyimiz tələblərin toplanması və vizuallaşdırılması deməkdir. Görək, vizuallaşdıraq, görək biz doğru problemi həll edirik, yoxsa elə bilmirik hələ nə edirik. Yəni, bunu biz prototipləşdirməliyik. Həllin dizaynı nə üçün lazımdır? Toplanan tələbləri konkret həllə çevirmək üçün. Getdiniz, topladıq ki, müştəri istəyir bir dənə app olsun, qeydiyyatı olsun, sign-in olsun, homepage olsun. Bunu yəni havada qalmır da. Bunu bir vizuallaşdırmaq üçün bir toollardan istifadə eləməliyik, düzdürmü? Dizayn toolları var. Prosesləri və istifadəçi axınları, flowları qurmaq üçün, texniki və funksional uyğunluğu təmin etmək üçün, inkişaf development komandası üçün aydın yol xəritəsi yaratmaq üçün. Yəni, həllin dizayn edilməsi bizim işimizin demək olar ki, əsasını təşkil edir ki, biz flowları bundan qururuq, dizaynı bundan çəkirik. Gəlin wireframe-lərə baxaq. Artıq biz keçirik dizayn hissəsinə. Tələbi topladıq, gəldik, düzdürmü? Dizayn prosesinin ilkin mərhələsi də wireframe. Məhsulun sadə formada görüntüsüdür. Baxın, sadə bir görüntü çəkmişik. Aparmışıq, göstərmişik istifadəçiyə ki, bunu istəyirdin, sən bunu mu deyirdin? Yəni, bax, gör, budur, istədiyin. Daha sonra mock-up. Bu wireframe-in bir üst səviyyəsidir. Bu zahirən məhsulun real görünən komponentlərin özündə birləşdirir. Getdik, tələbi topladıq, belə bir şey verdik. Onun dedikləri əsasında dizayneri verdik. Onu bizim üçün belə bir user-friendly UX, UI bunu çəkdi, dizayn elədi. Mock-up deyirlər buna. Daha sonra prototip olur. Prototip bu dizaynın son mərhələsi və məhsulun real görünüşüdür. Bunlar daha çox nədə istifadə olunur? Baxın, biz bir vaxt bir layihə götürmüşdük. Agile-la, waterfall-la yox. Layihədə nə istəyirdilər? Deyirdilər, Excel-lə işləyən bir şöbə var, onun işini optimallaşdır. Biz getdik, bir ay ərzində analiz elədik, götürdük tələblərimizi yazdıq, getdik dizaynerlə maraqlandırdıq, adamlarla işləmişik. Sonunda dizayner bizə belə bir şəkil çəkdi, verdi Figma-da. Biz onu review-da, review görüşündə də, review nə idi Orxan bəy, yadda düşür? Yox. Tərif tərcümə yox, anlayışı. Review bayaq dedik ki, hər sprintin sonunda adamlara dəyəri göstəririk. Review-da göstərdik biz onu ki, bizim götürmüşük indi, bax bunun üzərində işləyir, xəbəriniz olsun, direktor və yaxud tribe liderlər. Baxın, bir neçə dənə proqramlar var wireframe hazırlamaq üçün. Yəni, bu sizin işiniz deyil, amma dizayner yoxdursa komandavızda bunu siz sadə şəkildə çəkib verə bilərsiniz. Var mock-up. Gəlin, göstərim sizə. Sadə bir şey çəkib verməlisiniz. Çox da yəni qlobal bir şey istənilmir zaten sizdən. Var Figma, məşhur odur. Ən çox bu dəqiqə UX UI-lar yəqin eşitmiş olarsınız.
Figma ilə işləyir. Balzamik, Figma və Mockup. Bu 3 dənə wireframe və diaqramlar üçün bir tooldur. Əgər yenə deyirəm, komandanızda dizayner yoxdursa, siz özünüz bu işi öhdəlik götürüb sadə bir şəkildə cızmaqara ilə, yəni təsəvvür yaransın deyə eləyə bilərsiniz. Baxın, bu Figma'da. Figma'da görürsünüz, library'də hər şey var. Yəni UI kitlərdir, bütün hamısı var. Sən deyək ki, biz yaratmaq istəyirik. Və bunlar actionlardır, düymələrdir, secondary, primary, primary əsas düymədir, secondary ikinci düymədir, bu dəyəridir, buradan yazıb ötürə bilərik. Bu professional dizaynerlər üçün olan tooldur. Yəni biz burada istəsək əlavə eləyə bilərik. Yəni məcbur deyilik biz burada işləməyə. Sadəcə olaraq yəni bu bizdən asılı bir məsələdir. Məsələn, konteynerlər var, browser. Görürsünüz, web açır, tutaq ki, deyək ki, webdə bir istəyirik ki, bir proses olsun, məsələn, table olsun, tutaq ki, məsələn, müştəri bura table'dan seçsin, nə isə, tutaq düymələr əlavə eləyə bilərsiniz, burada buttonlar, sonra combo box əlavə eləyə bilərsiniz, yəni bu drop down listi buna basanda çıxır, məsəl üçün, nələri seçməli olduğunuz. Biz bunu texniki dokumentasiya hissəsində keçəcəyik. Məsələn, texniki dokumentasiya yazanda biz yazmalıyıq. Tutalım, düymə, giriş düyməsi, nəyə xidmət eləyir, tutalım, digər düymə nədir, biz onları dokumentasiyada yazmalıyıq hamısını. Burada iPad-də var, baxın belə. Bunun üstündə də istədiyimiz nə isə eləyə bilərik, elementləri əlavə eləyə bilərik. Daha çox menu bar var, görürsünüz, burada məsələn menu əlavə eləyə bilərik ki, məsələn, homepage-dir. Görürsünüz. Burada nə istəsək, təsəvvürümüzə nə gətirsək, hamısını əlavə eləyə bilərik. Baxın, bu checkbox-dur. Görmüsünüz də səhifələrdə seçirik. Ümumiyyətlə, səhifələrə baxanda fikir verirsiniz, nə harada yerləşib? Yəni, dizayner gözündən baxmışsınızmı heç? Scroll board'ı. Bunu belə sürüşdürmək olur. Məsələn, UX, UI bura bunu qoymasa, frontend yığa bilməyəcək ki, səhifə sağa sola necə getməlidir, necə yerləşməlidir. Fikir vermişsiniz heç? Deyəsən, yox. Görürsünüz, burada belə bir mobile app var. Yəni, prosesin görürsünüz, necə göstərir burada. Deyir, istifadəçi, yəni hər şey hazırlanmamışdan qabaq belə bir prototip olur ki, biz göstəririk də. Deyirik, bax, belə daxil olacaqsan, belə çıxacaq səndə. Sonra bu hissəyə gedə biləcəksən. Görürsünüz, necə səliqə ilə çəkib. Sonra dashboardları, reportları görə biləcəksən. Sonra kimə, məsələn, pul göndərmək istəyirsən, onu görəcəksən. Burada sual var. Yoxdur sual. Başa düşdünüz, Figma, Balzamik və Mockup. Mən məsləhət görərəm Mockupla işləyəsiniz, əgər işləyəsi olsanız. O da ki, yenə deyirəm, bu dizaynerin işidir ən çox. Amma sizin də anlayışınız olmalıdır. Yoxsa sual keçirəm digər prezentasiyaya, digər slayda. Deməli, bizim işin püf noktalarından biri stakeholder managementdir. Yəni, baxın, siz hər türlü stakeholderlərin üzbəyüz qala bilərsiniz səhər. Adamlar köhnə fikirli ola bilərlər, avtomatlaşdırmağa meyilli olmaya bilərlər. 50-60 yaşlı bir
şöbədə işləyən adamlar ola bilərlər. Gedərsiniz onların işini avtomatlaşdırarsınız, alacaqsınız onlar işlərini, elə biləcək qorxacaqlar işləri əllərindən çıxır. Onlar demək istəməyəcəklər sirlərini. Yəni stakeholderləri birinci müəyyən eləməlisiniz, tanımalısınız onu ki, kimlərdir. Sonra onları məlumatlandırmalısınız ki, nə iş görürsünüz. Sonra onlara güvən və effektiv münasibət qurmalısınız. Çünki siz doğru kommunikasiyanı qurmağı bacarmalısınız adamlarla. Sizin işiniz onlardan asılıdır. Stakeholderlərlə birbaşa əlaqədəsiz siz. Stakeholder niyə vacibdir? Çünki lazımi dəstək və resursu asan əldə edirsən. Çünki hər birimiz hər bir prosesi bilmirik. Tutalım işi bilən adamla aramız pozulsa səhər, o bizə yəni deməyəcək də sirlərini ki, burada nə eləmək lazımdır. Biz də prosesi yarı-yarımçıq eləmiş olacağıq. Güclü münasibət qurmaq lazımdır, konfliktləri azaltmaq lazımdır, daha çox ideya və bilikləri əldə eləmək lazımdır onlardan. Çünki adamlar illərdir işləyirlər və o sistemdə daha nəyin yaxşı olacağını bilirlər. Stakeholder managementdə nə edirik? Identify edirik, müəyyən edirik, bütün stakeholderları siyahıya alırıq, onların rolu, layihədə iştirak səviyyəsini müəyyənləşdiririk. Alətlərimiz var, stakeholder map var, Racing Matrix var. Prioritetləşdiririk, çünki hamıya diqqəti vermək olmaz, verə bilmərik, mümkün deyil. Biri deyəcək, biz bilməyəcək hansına qulaq asmalıyıq. İndi mən sizə qabaqki slaytlarda göstərəcəm onları necə prioritetləşdirməliyik, necə seçməliyik ki, hansının sözünü icra etmək lazımdır. Stakeholderları təsir və münasibətə görə böl. İndi onu da izah edəcəm necə. İdarə et və cəlb. Düzgün kommunikasiyanı qursaq, o sizlə əməkdaşlıq eləməkdən çəkinməyəcəkdir. Yəni sizə başqa cür baxmayacaq. Daha da sizə kömək eləmək istəyəcək. Baxın, bu stakeholder managementdir. Görürsünüz, low influence, high influence. Oxun soldan sağa hissəsi az təsirlidir, sağdan sola yüksək təsirlidir. Bura high'ları qoymuşuq, bura isə medium və low'ları. Biz birinci sizcə hansının sözünü icra etməliyik? High, highest, medium, low, hansı? Highest. Highest. High, highest. Highest dediniz, high. Baxın da, highest, high, medium, low. Onlar qoşulanlardan fikri olan var. Yəni bu xəritəyə baxanda nə görür? Nə anlayır? Nə başa düşür? Stakeholderləri necə bölürlər? Medium götürülməli deyil, Nərmin xanım. Nəyə əsasən? Yəni orada fikirlər daha belə orta təbəqədə olacaq da. Highest daha çox tələb edə bilər bizdən. Elə düşünürəm. Bu bölgü nəyə görədir? Highest prosesə təsiri yüksək olan stakeholderdir. Ən yüksək. Stakeholderdən bizim gözləntimiz odur ki, sözünün prosesə təsir dərəcəsi. Yəni ona o səviyyəsində olanlara qulaq asmırsa, sabah çox dəyişikliklər eləyəcək də, mən belə başa düşdüm. Deyək ki, low səviyyəsində bir... Sağ olun. Gedib low'un sözünə qulaq assaq, sonra high yəni onu onu da birinci gedib... tutsaq, sözünə hamısını qulaq asacağıq. Prosta ki, bir-bir. Mikrofonu zadan günə düşdü, bir-bir. Keçən dəfə dərsdə demişdik, layihə gedirik, işçidənsə gedib onun müdürünlə danışmalıyıq. Daha çox onun dediyini istəyirəm. Bu da o deyil, ayısı o müdür. Kimi? Məsələn, dəyişir də, hə. O ola bilər, o da bir nümunədir. Filial nümunəsindən götürürük. Tutalım ki, və sizə indi müxtəlif nümunələr verəcəm. Filial nümunəsində. Filialda kimlərdir? İşçidir, bölmə rəhbəridir, filial müdürüdür. Birində deyək, 4 dənəmiz pozulmasın da. Deyək, kiçik mütəxəssis. Kim? Bölmə, şöbə, filial müdürü. Orada şöbə olmur, kiçik mütəxəssis. Nərmin xanım, qaz başçısını demək olar. O da bankda gedir də, bilirsiniz. Filialda birinci şəxs kimdir. Olar. Onda universal əməkdaş, kassa, bölmə rəhbəri və filial müdürü. 4 dənə bizim stakeholderimiz var, məsəl üçün. Və biz orada ümumi bir dənə prosesi düzəldirik. Tutalım, başdan sona hamının iştirakı olan prosesdir. Kreditin verilməsi, məsəl üçün. Orada sizcə
Düzgün bir dənə. Universal işdir. Kassa, sonra ikisi neydi? Krediti rəsmiləşdirən kassa, bölmənin rəhbəri və şöbənin müdürü. Baxın, universal başdan sona adam prosesi əzbər bilir. Əzbər bilir və proseslə o işləyir. Yəni, birbaşa o, şöbə müdürü ancaq gəlir təsdiqləyir, filial müdürü. Kassa kassasını yola verir, yəni hesab kitabını eləyir. Bölmə rəhbəri də yenə də hardasa təsdiqləyir. Sizcə burada hansı medium, hansı low, hansı high, hansı highestdir və nəyə görə? Highest buradan o universal Ə, çıxır, amma mənim fikrimdə axırda yenə təsdiqləyən filial müdürüdürsə, o daha vacib deyilmi istəklər? Nəmin xanım, məncə low Ən zəif- kassa gedir. Ən zəif kassa, sonra universal, kassadır. sonra Kassa. şöbə, sonra filial müdürü. Filial müdürü sadəcə bunların dediyini təsdiqləməlidir. Belə başa düşürəm. Yəni Hə, bu adətən filial müdürü deyir ki, yəni mən orada işləmirəm də, mənim nə xəbərim var orada, nə çətinlik var, nə olmalıdır, nə olsa yaxşı olar. O deyəcək ki, hə, sənət mənə gəlməsə daha yaxşı olardı, o deyəcək. İndi orada əgər dəyişiklik eləsə də cüzi dəyişiklik eləyəcək orada. Ay, sağ olun, hə. Çünki filial əməkdaşı hər şeyi deyəcək o şey. İndi burada low oldu, kassa inzibatçısı. Highest nə seçdiniz? Filial müdürü. Highest filial müdürü dedi. Yox, Low high- kassa, ondan sonra krediti rəsmiləşdirən o universal Məncə medium Əməkdar. bölmə rəhbəri olacaq. High olacaq universal. Çünki o çox şey bilir Bölmə. axı universal. Artıq highest var, high var. 2 dənədir bizdə burada. High bölməli. O bölmə. Filial müdürü ondan sonraki medium olar yəqin ki. Yox, medium bölmə rəhbəri olacaq. Çünki o təsdiqləyənlərdən biridir sadəcə olaraq. Prosta məsuliyyəti azdır onun. Bəli. Filialın bölmə müdüründən çoxdur məsuliyyət. Filialın bölmə müdürü yox. Filial müdürü. Yox, filial müdürü, bölmə müdürü. Aha. Hansınki daha çoxdur? Nəyi? Nəyi daha çoxdur? Prioritet. Hansı prioritet? High filial müdürüdür. Medium bölmə rəhbəridir. Highest isə universaldır. Bölmə rəhbəri baldirizi, krediti rəsmiləşdirən bütün işi bilir. Bölmə rəhbəri də o prosesdən çıxıb bilir də. Yəni ondan biraz yuxarıdadır. Sizcə Amma bəli, amma təsiri azdır da. Filial müdürü ilə bölmə rəhbəri, filial müdürü desə ki, prosesin hamısını avtomatlaşdırır, biz gəlib prosesin hamısını avtomatlaşdırmalıyıq. onda o highest verir. Hayır deyil, prosesi bilmir axı. Prosesi bilən, prosesin içindəkidir, şeydir, universal əməkdaşdır. O işləyir. Mən razıyam. Biz highest onu götürürük, mediumla high müqayisə edirik indi. Highest'i qarışdırmırıq bura. Highest Bildim işi mən, görəndir də, oradan yəni gəlmək işi istəyirəm icra də. edəndir. Yəni bölmə rəhbəri bu universalınla işləyən adamdır da, o da daha çox. İşləyib, filialdır, nə? Filial müdürü də nə vaxtda bölmə ilə işləyib Yox, də. direkt işləyən bölmə. Yəni ki, filial müdürü. Bölmə rəhbəri neyinir? Gəlir bir dənə tık-tık imzalayır, aparır müdürə imzalatdırır ya da elə özü imzalatdırır, gətirir. Yəni filial bizi çaşdıran məqam onların vəzifə səlahiyyətləri ilə qeydəki roldur. prosesə təsirləridir. Bəli, mən məsələn ayırd edə bilmirəm. Əgər filial müdürü vəzifə səlahiyyətinə görə digər əməkdaşlardan üstündürsə, biz bu prosesi atıram, getdik universalı qoyduq highest səviyyəyə və prosesi onun dediklərinə uyğun tənzimlədik. Daha sonra əgər filial müdürü vəzifə səlahiyyətindən istifadə edib burada bütün prosesi dəyişəcəksə, özünə uyğun şəkildə deyək, məqarası edəcəksə, bu zaman nəyə əsaslanır? O zaman necə bir şey oldu bu? Yəni orada bir nüans yaranır. Məndə şəxsən. Necədir? Vəzifənin heç bir aidiyyatı yoxdur. Əsas bizə işi görəndir. Məsəl üçün, məhkəmələrlə işləyən şöbədir. Şöbədə departament direktoru, şöbə müdürü və işçi var, 3 dənə. Düzdür? Bu lovu qoyuruq qırağa, medium, high və highest arasına gelib gəlirik. Heç vaxt heç bir departament direktoru işçisinin işini çətinləşdirmir və ya qeyri-adi bir istək istəmir. Yəni əsas işçi bizlə bir yerdə olur. Adi mən bu dəqiqə layihədə işləyirəm.
Departament direktoru 2-3 həftədən bir gəlir, bax, hə, neynəmisiniz? Hə, filan şey okey. Əsas mən işçi ilə işləyirəm, onun sözlərini prioritet götürürəm. O deyir ki, burada bunu qoyma, bunu qoy. Yəni, highest işçidir. Prosesi təsiri olan, proseslə işləyən işçidir. Çünki səhər şöbə müdürü gəlib deyə bilməz ki, bunu belə eləmə. Deyə bilər, başqa məqamlarda deyə bilər və işçinin lehinə deyə bilər ki, öz işçinin işini asanlaşdırsın. Mən görməmişəm heç bir filial müdürü ki, gəlib desin ki, filialın əziyyətini artıraq. Sırf vəzifə səlahiyyətindən deyil burada. Burada sırf işi kim görür, odur. Bölmə rəhbəri ilə filial müdürünün fərqi ondadır ki, sırf kişiyə görə yox. Baxın, burada artıq siz deyən məsələdir ki, vəzifəyə görə biz müəyyənləşdiririk ki, ikinci hayımızda, yəni bölmə rəhbəri bir söz desə, filial müdürü bir söz desə, əgər, çünki onlar ikisi də təsdiqləyən tərəfdə, biz bu iki dənə eynidir, düzdür? Bunlar fərqlidir, işçi ilə filial müdürü fərqlidir. İki dənə eyni tərəfin içindən filial müdürü bizim üçün haydır. Bölmə rəhbəri mediumdur. Əgər prosesə təsirləri eynidirsə, o zaman keçirik onların strukturu üzrə bölmələrinə. Yox, prosesi təsirləri fərqlidirsə, influence, baxın, ona keçirik, biz ən çox prosesi təsiri kimin var, ora. Bəs biz onların bildirdiyi hər hansı bir fikrindən yayındırmaq üçün, deyək ki, highest səviyyədə olan da filial müdürü nəsə bir şey bildirir. Bu doğru deyil, biz bunu görürük. Deyək ki, hansısa bir şöbənin işini çətinləşdirəcək. Onu fikrindən daşındıra bilmək yetkimiz var. Yəni, daşındıra bilərik mi, deyə bilərik. Əlbəttə. Yəni, bizim işimiz budur ki, biz gedib ona deyəcəyik ki, sənin bu istəyin, bu riskləri bizim işimiz. Ona göstərməkdir ki, sən bu yolla getsən belə olacaq, bu yolla getsən belə olacaq. O, öz, yəni rəhbər vəzifələrdən, yəni sözü keçirsə, çünki kompaniyada, hər şirkətdə fərqlidir. Sizin vəzifəniz ona yolları göstərmək. O yenə də deyirsə, bununla gedirəm, okey, eləməliyik. Sonda riskləri qəbul eləyəcək də yəqin ki. Bəli, o öz öhdəsinə deyir, amma biz riski ona deməsək, problem bizdə olur ki, getdin elədin bunu. Bizim özümüzü mühafizə, straxovkaya sığortalamağımız ondan ibarətdir ki, adama risklərini gedib deyirik ki, bu olacaq, yazılı bildiririk, şifahi bildiririk. O yazılı şəkildə bizə deyirsə ki, mən bütün riskləri öz öhdəmə götürürəm, onu implementasiya eləməliyik. Aydındır? Keçək. Baxın, Illustration'da neynədik? ISO standartlarına uyğun ani ödənişlər sistemi üzrə, məsələn, ödəniş tapşırığı formatının yaradılması. Bunları mən elə-belə yazmışam, yəni şərti. Dedik, bu yüksəkdir. Ödənişlərin göndərilməsi qəbul üçün kanalının yaradılması, məsələn, yüksəkdir. Banklara göndəriş ödəniş tapşırığının yoxlanılması sistemində nüvəsində funksiyonallığın təmin olunması yüksəkdir. Açıq bankçılıq, Open Banking adlı bir sistem var. Funksiyonallığı üzrə servislərin hazırlanması yüksəkdir. Autentifikasiya metodlarının hazırlanması, yəni qeydiyyatdan keçmə, yüksəkdir. Təşkilatlara göndəriləcək ödəniş hesabatlarının hazırlanması, orta, biznes günü idarə edilməsi üzrə funksiyonallıqların hazırlanması aşağı, iş yerlərinin hazırlanması aşağı. Biz bu bölgəyə görə işlərimizi planlaşdırırıq ki, birinci nəyə götürəcək, ikinci, üçüncü və daha sonralar. Deməli, gəldik biz analiz proseslərimizə. Requirementlərimiz hazırdır, stakeholderlə danışdıq, idarə etməni seçdik, hər şeyi hazırladıq. Analizdə nə edirik? Define and elaborate requirements. Tələbləri müəyyənləşdirmək və detallaşdırmaq. Define acceptance criteria. Qəbul meyarlarını müəyyənləşdirmək. Verify requirements. Tələbləri yoxlamaq. Validate requirements. Tələblərin etibarlılığını yoxlamaq. Prioritetləşdirmə və texniki sənədləşdirmə. Bu dördündən bu ikisi çıxacaq.
Prioritetləşdirmə nəyi prioritetləşdirmə? Yəni işləri böldük axı user storylərə, analiz elədik, feature götürdük, user storylərə böldük, prioritetləşdirmə odur. Məsələn, bir feature'ın içindən 2 dənə user story çıxartdıq, onu prioritetləşdiririk. Technical documentation da bunlardan ən sonda çıxanlardır. Tələblərin etibarlılığını yoxlamaq dedikdə, bax, verify və validate 2 dənə fərqli anlayışdır da. Nəyi sizə belə çağrışdırır ümumiyyətlə? Bir fikriniz varmı? Verify çox ağır kod gəlmən şeydir, orada gəlir. Ümumi tələbləri verify eləmək və validate eləmək. Təsdiqləmək. Sağ olun. Validate isə etibarlılığı yoxlayırıq. Bunu tapşırıq kimi yazın. Verify və validate fərqi. Gəlin baxaq. Bəs acceptance criteria, qəbul meyarlarını müəyyənləşdirməsək biz hansı problemlərlə üzləşə bilərik? Evet. Aha. Saytın, yəni X hissəsi. Həmişə X tərəf verir. Az tələbləri toplamadıq da deyək. Yarı-yarım topladıq. Nəyinə rastlaşacağıq biz sonda? Natamam sistem olacaq da, yəni tamamlanmamış. Nə lazımdır, nə düzələcək, bunların heç birinin cavabı düz olmayacaq. Sağ olun. İşləməklə X tərəf verir. Aha. X tərəfi vermesi nə deməkdir? Sən biz yazırdıq və VM2. Given Venzen. Aha. Orada məsələn verirdik, X halda bu olacaq. Onu demək onu da verməyəcək. Error verir. Error verməyəcək, yəni sistem bilməyəcək neynəsin. Bəs yaxşı, bura qədər keçdik analizə qərarlar, tələblərin yığılması və analiz edilməsi. Biz bugün burada dayanacağıq. Burada ümumiyyətlə kim deyə bilər ki, nədən başladıq gəldik analizə qədər, neynədik, nə işlər gördük? Birinci biznesin sistemin Buyurun, qurulması Toğrul və Bir dənə Toğrul bəy desin. Aha. birinci biznesin sistemin qurulması üçün analizlər apardıq. Yəni sistem ola bilər sistemi var və yaxud da var inkişaf etdirmək istəyir, var yoxdur qurmaq istəyir. Biznes bizdən nə istəyir? Nə lazımdır? Onları aydınlaşdırdı. Ondan sonra as is hazırki mövcud durumu nədir? To be nəyi görmək istəyir? Gələcəkdə nəyi təsvir eləmək istəyir? Bundan sonra isə proseslərin avtomatlaşdırılmasına başlayırıq. Mərhələli şəkildə, başa düşdüyüm şəkildə deyirəm, ola bilər hansısa nüansı qaçırdım. Ondan sonra tələblərin etap-etap avtomatlaşdırılması və bu ilk öncə də bunu hansı metodla eləməyimizi ayırd eləməliyik. Waterfall-la yoxsa agile metodu ilə. Biznesin istəyinə uyğun bu qərarı verməliyik. Düz? Düz, hamısı düz, razıyam sizdən. Nərgiz xanım, dedik ki, biz prosesi başlayanda race matrixdən istifadə edirik. Bu bizim nəyimizə lazımdır? Niyə lazımdır ki o? Nərgiz xanım çıxıb deyəsən, çünki yazmışdı səs yazma səsində deyəsən problem var idi. Yaxşı. Nərmin xanım siz deyin. Race matrix nəyimizə lazımdır bizim? Mən belə başa düşdüm ki, race matrixini oxuyacağım, düzdür tam dəqiq. Belə başa düşdüm ki, bu belə deyim, PO-nun məhsulu icraya verməyindən başlayaraq məhsulun bazara çıxmağına qədər ki, bütün mərhələni icra eləmək üçün lazımdır bizə race matrix, düzdürmü? Kim nə işi görəcəyini bilməlidir orada, kim nə məsuliyyət, hansı məsuliyyəti daşıyacaq.
Yəni bunlar bölgə aparılmalıdır, prioritetləşmə verilməlidir ki, məhsulun biz bu dəqiqə bilək ki, hansı mərhələdədir, qısa zaman ərzində biz onu çatdırmalıyıq, çatdıra biləcəyikmi, yoxsa yox. Yəni nəzarətin belə deyim də planlaşdırılması. Nəyə kim baxır? Hə, Nəyə az kim da baxır, kim nə işi görəcək, o hamısı bir cədvəl şəklində izlənilsin. vəzifələrin Bölüşdürülməsi kimi də, bölüşdürülməsi. prioritetləşdirilməsi. Bəli. Bəs bir dənə də baxaq. Həllin dizayn edilməsi keçdikdə, düzdür? Sizdə orada nə fikir yarandı? Yəni biz niyə həlli dizayn edirik? Həlli dizayn edirik. Hə, dedik, Figma-dan istifadə edirik, Həlli- Mockup-dan istifadə Hə, edirik bunlardan. Həll deyəndə şeyi başa düşmürəm. Anam, həll yəni biznes tapşırıq, həll qeydiyyatdan keçmə məsəl üçün. Hı -hı. Həlli dizayn edib etməsək, istəyi keçən şəxsin fikrində nə formalaşdığını çox da bilmərik. Biz başqa bir şey Doğru. düşünərik, istəyi keçən başqa bir şey düşünər. Biz o həlli dizayn eləməliyik ki, ikimizin də fikirləri üst-üstə düşsün. Mən belə başa düşürəm. Tamam. Şəlalə xanım və ya Məhəmməd bəy, ikinizdən biri deyərsiniz, zəhmət olmasa. Dedik ki, stakeholderlərlə necə davranmalıyıq? Yəni, stakeholder bizdə hansı vaciblikdədir onların istəklərini qəbul eləmək? Yəni o layihədən təsirlənən biridir. Düşünürəm ki, tələbləri formalaşdırır. Yəni onu elədiyini demək istəyirsiniz, yoxsa necə? Eynən düz cavab verdiniz. Səsdə texniki problem. Düzdür bir dənə Nərgiz xanıma. İndi baxım qoşaram Nərgiz xanıma. Hə, layihədən etkilənəndir. Layihəyi həm də etkiləyəndir, belə də deyə bilərdik. Biz onlarla yaxşı, hardan bilək ki, kimə nə dərəcədə sözə qulaq asacağıq? Məsələn, bax, bir bayaq filialı dedik, indi mən sizə müştəridən deyəcəm. Filial bank üçün bir neçə müştəri profili var da. Var kreditini ödəməyən pis müştəri, var kreditini vaxtında ödəyən və banka daimi gəlir gətirən depozit qoyan müştəri, var orta səviyyədə, yəni bank kredit götürmür, elə debit kartlarından istifadə eləyir və var da ki, ümumiyyətlə heç bir istifadəsi yoxdur. Düzdürmü? Xəritədə. Birinci gəlin Orxan bəy, hə, deyin, demək istəyirsiniz. O depozit qoyan adam hayısı olacaq. Bax, gəlin yazın burada. Düzdür, bir dənə nəsə açım. Miro'dan da istifadə edə bilərsiniz. Yəni nəysə belə borcları falan çəkmək istəsəz, məsələn, səhərsi gün getsəz filiala, tələbləri toplasaz, ona burada çəkə bilərsiniz. Diaqramlar falan. Diaqramları indi keçəcəyik, harada çəkmək lazımdır, ən rahat üsulunu. Bax, Gülçin Dərəz xanım. Təzədən invite edeyim. Bu suala Məhəmməd bəy cavab verər.
Deməli, Məhəmməd bəy, biz nə dedik? Stakeholder managementdə neçə cür stakeholderimiz ola bilər? Stakeholder, yəni high, medium, low olar deyirsiniz. Bəli. 3 növdür də. Neçə dənə? 3 cür. High, medium, low, yəni təsiri baxımından. High, medium, low, low, medium, high, highest belə. Hə. Hə, deməli, burada var bizim belə işləyir. Hə. Dedik, nə tipli müştərilərimiz var? Biri pis müştəri. Bu qırmızı bizim olsun pis müştərilərimiz, düzdür? Gecikən müştəri, kreditini gecikdirən müştəri. Yaşı olsun, həm kredit götürür, həm kredit, həm depozit qoyur banka. Belə bir müştərimiz. Var, heç bir əməliyyat aparmayan. Var, yalnız debit kart götürməsi eləyən müştəri, yəni köçürmələr edən. Bizə deyirlər ki, get yeni kredit flowsu yarat, yeni kredit məhsulu yarat. Onun üçün get müştəridən feedback topla. Məhəmməd bəy, sizin üçün burada medium hansı olacaq? Yəni hansına daha çox qulaq asacaq, hansının Yox, sözlərinə daha çox. medium. Hə. Bölürəm belə. Siz dedikcə mən yazacağam. Getken məsələ demişəm. Bu mediumdur, məsəl üçün. Bu lowdur. Amma mən burada yerini düz yazmamışam, səhv də yaza bilərəm. Siz deyəcəksiniz, mən düzəldəcəm. Lowdur, bu high'dır. Bu da highest'dir. Highest. Hansı harda olmalıdır? Təzə kredit satmaq istəyirəm, təzə məhsul satmaq istəyirəm. Hansının feedbacklərini highest götürməliyəm? Yəni, hansının sözü, Məhəmməd bəy, mənə daha çox təsir eləməlidir? Yəni, mən onun tələblərimi toplayıram da. Burada da yazıram requirements. Mənim requirementslərimdir, məsələn, bunlar. Requirements. Ən birinci yəqin ki, həm kredit, həm də depozit yolu ilə olar. Arson, o highestdir. Həm kredit, birinci belə yazaq da, highest düz qoymuşuq onda. Highest olan stakeholderdən tələbləri toplamaq. Mən IT biznes analitikəm, təzə işə gəlmişəm. Proyekt veriblər ki, təzə get kredit məhsulunu götür. Məhsulu yarat. Məhsulu yaranda gedəcəm stakeholderimi seçdim ki, highest olan stakeholderdən tələbləri topladım. Tələbləri toplamaq. Yəni, buna nə deyirdik tələbləri toplamağa, Toğrul bəy? Adı nə idi onun? Tələbləri toplamaq. Elstation. Sağ olun. Aha, elstation. Elstation elədik. Sonra
Topladım, gəldim də tələbləri, gəldim komandamla görüş keçirtdim. Düzdür? Müştəri məndən istəmişdi ki, DVS ilə, Sima ilə imzalanmaq, məsələn, bu tələbləridir də bunun. Sonra dedi ki, nə deyə bilər, kreditdə nə istəyə bilər, ağlınıza nə fikirlər gəlir? Kredi kartı yatırım. Hə, appdə kalkulyator olsun ki, mən hər dəfə zəng eləməyim, məsələn. Faizler. Olsun. Ki, görüm, oradan görüm. Sonra nə istəyə bilər? Kredi Məhəmməd tarixçəsinin onlayn sorğulanması. tarixçə. Online sorğulanması nə deməkdir? Yəni kredit təşkilatı var ya, orada siz təsdiq verirsiniz. Bank sorğuluyur ki, gecikməniz var başqa kreditlərdə falan filan. MKR deyir, değil mi? MKR Hə, deyir. MKR adım bəxtim. Mən özü baxmaq istəyir tez-tez ona. Yəni bu sifarişi verən bankdırsa, müştərinin Yox, getmişik təsdiqini müştəridən sifarişi verən müştəridir. Filial bank deyib ki, get məhsul yarat. Elə ki, satış çox olsun. Nəyi çox olsun, Nərmin xanım? Satışı. Satış. Hə. Hə, biz də gedib müştəridən feedback yığırıq ki, nə olsa sən alarsan da bu məhsulu. Məsələn, 3 dənə Nərmin bəsdir. xanım, məsələn, 24 saat olmağı ola bilər. Gecə də 24 olsun. saat Elə satış müştəri var ki, olsun. aha, bəli. Məsələn, müştəri ola bilər ki, iş saatlarına uyğun olaraq. Getdim tələbləri topladım, taskıma yazdım, gətirdim. Mən başlayır analiz prosesim, düzdür? Bax, burada üçüncü başlayır analizis. Gedirəm tələbləri bir-bir, Sima ilə imzalanmanı araşdırıram ki, necə eləyəcəm. Bizim qabaqda keçəcək API-larıdır, onun flowlarıdır, data diaqramlarıdır, bunu işləyirəm. Bu analizin içində bunlar gedir. Sonra dördüncü validation eləyirəm. Validation nədir? Deyirəm ki, IPO, iTech Lead, əgər varsa PM. Mən requirements bunu eləmişəm, məsəl üçün, Sima ilə imzalanacaq. Sonra, niyə bura düşür? 4B. MKR olacaq, kalkulyator olacaq, teksə yazıram. MKR olacaq, 4D, 24/7 xidmət. Mən bunları təmin edəcəm, bunlara razısan. O da deyir ki, hə, okey. Hamısını elədim, proqramlaşdırdım, verdim, development tutardı hər şey. Mənim 5-ci mərhələ delivery'dir. Delivery'də mənim öhdəmə düşən nədir? Kommunikasiya. Götürürəm, ya prezentasiya yığıram, ya necəsə də fərqi yoxdur, filiala göndərirəm. Bunu, kommunikasiyanı mən eləyirəm. Deyirəm ki, IPO, mənim stakeholderlərim filan müştəri, bu tip müştərilərdir. Mən bu müştərilərə SMS göndərməliyəm və yaxud nə etməliyəm? Burada ola bilər SMS, təqdimat, bir xəbərdarlıq, ya müştərilərə zəng eləmək. Ay müştərilər, bizim filan məhsulumuz var, almaq istəyirsiniz? Nə bilim, açılış keçirilir. Bu kommunikasiya bizdən sorulur, delivery eləyirik. Yəni biz idarə eləyirik bunu. Bunun təşkili kimdədir? Nəyin? Məsələn, SMS müştəriyə zəng. Təşkili bizdə deyil, təşkili komandalardadır. Biz, məsələn, marketing göndərir bizdə banklarda, komandada. Biz marketinqə deyirik ki, ay marketing, bizdə belə bir şey çıxıb, deyir, hə, bu dəqiqə SMS-də. Onlarda müştəri bazası olur, özlərinin seçilmiş. Deyirlər ki, pilot bu dəqiqə 10 min dənə müştəriyə buraxacaq, indi bunları. Gedir 10 min dənə müştəriyə, nömrə bazası var. Bu marketinqlə aradakı kommunikasiyanı biz qururuq, yoxsa ya PM? Biz gelib deməliyik ki, bu məhsul çıxdı, bizim məsuliyyətimizdədir, vəzifə öhdəliyimizdədir ki, marketing bilsin, kommunikasiyalar bizdədir, delivery çatdırılma məhsulu çatdırana qədər biz öhdəliyimizə götürürük. Yaxşı, burada hay kim olacaq? Düz yazmışıq da, hayda, düzdür? Yalnız deli kartın seçimləri elə. Bəs lo nədir? Orada bu iki tür yanaşım var.
Yeni bir müştəri gətirmək üçün, məsələn, o mediada yazmaq var, heç bir əməliyyat aparmayan müştərini cəlb eləmək. Amma gecikən artıq sənin müştərindir, ona da medium vermək. Burada biz qalmışıq hansı medium? Mən Nərmin xanımın yanaşmasını eşitmək istəyirəm buradan. Gecikən müştəri mediumdur, mən- yoxsa heç bir əməliyyat Yox, aparmayan? Məncə biz medium axtarırıq. Çünki Mən bu əslində ikisi bir düzdür, bu ikisi düşünürəm düzdür. ki, biz Hayes'i tapmışıq, düzdür. Bəli. Biz indi axtarıq mediumdan lo. Mən əslində düşünürdüm ki, Nərmin xanım, Hayi mən gecikən müştəriyə də qoya bilərdim. Niyə? Bir səbəb kimi, arqument kimi gətirim ki, o baxır gecikmə sayına falan da, düzdürmü? Çünki elə müştəri ola bilər ki, hansısa bir səbəbdən özünə asılı olmayan səbəbdən gecikdirə bilər. Bunu Hay kimi də nəzərə alıb, onun da tələblərini götürə bilərəm özünə. O da mənim maraqlı ola bilər, stakeholder kim ki, yəni o müştəridə bu səbəbdən gecikir. Bu olmasaydı gecikdirə bilməzdi. Maraqlı yanaşmadır. Aha. Hə. Amma medium, siz deyirsiniz mediuma gecikən müştərini qoyaq. Yox, bu səhvdir. Bunun yerini düzəlt. Bu ikisi Hə. düzdür. Bunun yerini düzəltmək lazımdır. Lona. Bizim yanaşmamıza görə gecikən aşağıdadır, lowdadır. Gecikən heç bir söz haqqı yoxdur. Gecikəni asmaq, öldürmək lazımdır. Medium heç bir əməliyyat aparmayan nəsə desə qulaq asa bilərik. Amma əslində Nərmin xanımın gözəl yanaşması var. Məsələn, biz belə baxdıq, o bir cür baxdı. Gecikən müştəri də olsa, o istifadə edib də kreditdən. Bu heç bir əməliyyat aparmayan, heç bir əməliyyat aparmayan vəbşə fransızdır söhbətlər. Xəbəri yoxdur. Nə deyə bilər? O cəhətdən çox təbrik edirəm sizi. Orxan bəyə nəyə partladı ki, Nərmin xanım düz dedi, mən qaldım. Bir də mən sizə bir dənə tapşırıq vermək istəyirəm sonda. Baxın, sığorta şirkətidir, deyək ki, avtomobil qəzasını qeydə alan, amma mobil appdən bir funksiyonalıq vermək istəyir ki, qəzaya düşdü, düşən kimi orada şəklini çək göndər, bir də sığortaya zəng eləmə. Düzdür? Mən yazaq bura. Avto qəzanı qeydiyyata alan app. Gedik hara? Biz gedib neynəməliyik birinci? Kim cavab vermək istəyir ardıcıllıqla? Bir IT BA-yi dedilər, get bu appi düzəlt. Gətir bizə, ver. Hər şeyin əvvəl olduğu kimi birinci user authentication məsələsini həll eləməliyik. Necə daxil olacaq? Stakeholder kimdir burada? Müştəri, qəza edən şəxs. Qəza edən şəxs. İcraçılar var. Məsələn, ümumi stakeholderləri yazıram siyahısına. Mən siyahı birinci deməliydiniz ki, gedib siyahısını çıxartmalıyam stakeholderlərin. Stakeholderlərin siyahısından sonra onu prioritetləşdirməliyəm. Sığorta icraçıları var. Qəza müştəri yazaq da onu. Sığortalanan. Sığortalı müştəri. Sonra var kimsə stakeholder. Ödəniş edən tərəf. Olsun, ödənişi edən tərəf. Sığortası şirkət də ola bilər, stakeholder olsun. Bu? Sığortası şirkət var ya, tam sığorta şirkətinin özü. Bax, elə bir Paşa Insurance-dır, məsəl üçün. Onun icraçıları, mən işləyirəm Paşa Insurance-da ITBA. Orada icraçıları var, o kim ki o işləyənlərdir. Qeydiyyata alan da, hə. O işçidə, onların filial işçisi sığortaçılardır, məsəl üçün. Var o, var müştəri. Bildiniz nətər? Mən, məsələn, orada işləyirəm ITBA. Mənə layihə verir. Ödənişi edən tərəf. Sizcə rəqib şirkət və yaxud digərinin sığortası bizim üçün nə dərəcədə önəmlidir? Stakeholder ola biləcək qədərdir. Çünki bəlkə oradan bizə pul gəlməlidir, onlar köçürmə eləməlidirlər, onunla nəsə əlaqə qurmalıyıq onların şirkəti ilə. Bir sığorta şirkəti deyir. Digərinə ödəyir. Elə şey var, bilmirəm. Məsəl üçün də ola bilər. Elə olur onsuz da. Tam qəza törədilib.
Sağ ol. Qarşı tərəfin sığortası sənin sığorta şirkəti pul ödəyir, ondan sonra pul gəlir də, elə olur. Sonra sığorta sənin hesabına köçürülür vəsaiti. Cəzanın qeydət falan nədən? Bəs o da, bəs ikisi də niyə gəlir? İkisinin də sığortası Orada olsa. Nə ikisinin sığortası gəlir? Gəzə yox, toqquşub maşın. İkisi iki dənə maşın toqquşub. Günahkar tərəfdə olur da. Onun sığortası gəlmir. Onu deyir də Nərmin xanım. Deyir ki, onun sığortası gəlir, sığortasını ödəyir. Pul sığorta öz-özündən vermir də. Bəli, sığorta şirkəti göndərir müştərinin hesabına. Biz nə üzərindən gedirik? Sığorta şirkəti üzərindən yoxsa qəzanın şeyi? Hamı bizim üçün stakeholderdir. Mən bilmirəm Stakeholderdir. üçün öz-öz müəyyənləşdirin. Stakeholder kim burada? Onda qarşı tərəf sığorta şirkəti deyə bilərik də Nərmin xanım. Mən də onu demək istəyirəm ki, siz də qarşı Hı. tərəfin sığortası stakeholder ola bilər. Məncə Yox. ola bilər. Məncə də ola bilər. Gəlin yazaq da axırda indi görəcəyik kim düzdür, kim səhvdir. Mən bir Qarşı- sözü yanaşdıram. Onun məsəl üçün onun bir sığorta əpi varsa, oradakı adam fərqi götürə bilərik və yaxud da rəqibdir də bizim üçün. Mən elə bir götürə bilərəm. Bəlkə nəsə connection qurmaq istəyirik, rəqibdən çox, bəlkə oradan nəsə götürəcəyik, nə mənada nəsə götürəcəyik, müraciət eləyəcəyik ona. Bəli, o da ola Deyir, bilər. mənim üzərimdən getdi alım ki, Paşa ölkənin məsəl üçün ən məşhur şirkətidir də, düzdür? Hı. Ateşgah var, digərləri var. Mega var, Bəlkə- qala var. Paşa ümumi bir şey çıxartdı, dedi hamı gəlsin məndən götürsün filan məlumatı, o eləyə bilər də. Sonra tezlik yox, bəlkə onu da alır. Məsəl üçün ABB bir zamanlar pensiyaları özündə saxlayırdı, niyə kapitala verdi? Kapitalı verir. Bəzi pensiya yox verib, çoxsunu verib. Nərmin xanım da yaxşı bilər. Hə, qeydiyyat məsələsi. Məsələn, Bakı ABB-dədir, rayonların çoxu Abşeron, Xırdalan, hər yer rayonların hamısı kapitaldır. Yayın bankına çoxlu olur. Abırda azlı kapital çox. Yəqin ki. Hə, stakeholderləri tapdım. Nə etməliyəm ikinci tapandan sonra? Müəyyənləşdirdim, siyahı tutdum. Tapdıq. İndi nə etməliyəm proqramda onları düşünməliyəm, düz deyil. Sağ olun. Sonra stakeholderin müəyyəndir də filan kəs. Gəlib hamısından bir-bir mi soruşmalıyam? Necə eləməliyəm? Başımı itirmişəm önce. Hardan başlayayım? Stakeholderi prioritetləşdirirəm. Prioritetim kimdir? Birinci gelib kimdən illustration eləyim? Qəzanı törədən şəxsdən. Sığorta Amma alqan. onun illustration. Birinci mənim üçün prioritet müştəridir. O çünki əpi istifadə eləyəcək. Mən bunu bilmək istəyirəm ki, siz sığorta icraçısını seçəcəksiniz, yoxsa müştərini seçəcəksiniz əp üçün. Əgər Yox, webdə olsaydı, sığorta icraçısı gedib çəksəydi özü, hə, onda sığorta icraçısı hayır istəyirdi. Çünki özü istifadə edir webi. Müştərinin orada işi yoxdur. Getdim prioritetləşdirdim illustration'da. Nə etməliyəm? Hansı metoddan var idi? Məsələn, dokument analiz, observation, müşahidə, interview. Nə etməliyəm müştəri ilə? Hansını eləməliyəm? Müşahidə eləməliyəm, dokumentləri araşdırmalıyam, yoxsa interview metodundan istifadə etməliyəm? Məncə intervyu metodundan istifadə edirəm. Bəli, interview metodundan istifadə etdim. Getdim müştəri ilə tələbləri nə müəyyənləşdirdim. Dördüncünü Şəvali xanım, Məhəmməd bəy, Toğrul bəy, Nərgiz xanım yoxdur. Üçünüzdən biri deyərsiniz bundan sonrakını. Dördüncünü nə etməliyəm? İntervyu elədim, müştəri requirementlərim əlimdədir, tələblərim. Validation məsələsi. Sağ olun, Yoxlamadım. validation eləyirəm. Bir mock-up düzəldirəm özüm üçün. Onu aparıb validate eləyirəm ki, budur. Çünki bu şeydir, sığorta hadisəsidir. Bunu yoxdur da, vizuallaşdırıb göstərirəm. Beşinci nə edirəm? Orxan bəy, İkinci. telefon qoyun yerə. Delivery. Delivery nə deməkdir? Delivery və Təqdim etmə, çatdırılma. çatdırılmasını. Sağ olun. Bura qədər başa düşmədiyiniz sual yaranan məqam var. Bir dənə Nərmin xanım, məsələn, burada mock-up validate eləyəcəyik ya məhsul. Məsələn, bunu necə eləyəcəyik? Nümunə kimi bir dənə deyə bilərsiniz. Deyərəm.
Gəlirəm bura. Requirementlərim nələrdir, məsəl üçün Hə, nələr ola bilər? dizaynidir da, Nəmin xanım, düzdür? Hə. Hə, söz çatdı. Dizaynla ne deyirəm, ya siyahını aparıb göstər. Dizayna göstərim ki, bax belə bir şey fikirləşirəm də, tutaq ki, bax belə girəcək, bu çıxacaq, bu sənə okeydir. Bunu həmişə biz eləmirik ya, gözümüzdə belə böyük görsənməsin. Biz çox sadə bir şey eləyəcəyik, eləsək burada, məsəl üçün. Nəmin xanım, bir şey soruşum sizə. Məsələn, Buyurun, bizə indi daxili sual verəm sizə. Məsəl üçün bizə bankdan şey göndərilir, kommunikasiya olunur, tutaq ki, bir bank application falan bir şey əlavə olundu, müştərilərə Hə, məlumat onu verildi, düzdürmü? Hə, onun yazılmasını eləyirik də, düzdürmü? bəli, onun yazılması delivery'dir, çatdırılma. Aha, o son nöqtədir də, son Son etapdır. nöqtədir. Səhər Aha. çıxacağıq, axşamdan prezentasiyanı hazırlayırıq. Belə, bu olacaq. Göndəririk son istifadəçiyə. Aha, aydındır. Hə, bura qədər hansısa bir sual var. Birinci dərsdən bu yana da. Bunlar biraz qəliz dərslərdir. Bunun üstündən test keçmək istəmirəm. Biraz ağır məqamlardır, terminlər də çoxdur. Bu need assessment-ın özü, ondan sonra elicitation-ın özü, outcome və key message-lər. Burada sualı olan varmı? Hardasa ilişən? Mən əvvəlki slaydları çox yaxşı oxumamışam. Oxuyandan sonra deyərəm sizə sualım oldu. Hə. Çünki tam dəqiq bilmirəm. Tamam. Şəlalə xanım, Məhəmməd bəy, sizdə var nəsə sual? Məndə slaydlar yoxdur, yəni dərsin əvvəlində o Jira ilə var. tapşırmışdım, bəli. Onu da sabah praktika dərsində biraz üzərində hazırlaşım, verərəm suallarını. Hə, gəlin Jira sabah mən praktika çox, dərsinə. mən Jira'da Yaralı yazmışdım. yerimizdir. Çox yaralı yerimdir bu. Heç cürə. Axşam kiminsə assignment-ını götürdüm. Bilmirəm nə elədi. Orada axır bitər bir şey yerləşdirdim, amma da bilmədim düzdür, səhvdir. Gözünü stop eləyim. Nəmin xanım, bir də bir şey soruşum.